Salam, hörmətli və əziz izləyicilərimiz. Hər birinizin vaxtınız xeyirli olsun deyirəm, cümləniz mübarək olsun deyirəm. Mən bu günləri yenə şəhidlərimizi ziyarət etmək üçün cümə günü gəldim. Mərkəzi Aran Yevlax Təşkilatı Aran 1 qəsəbəsi qəbirstanlığında uyuyan şəhidlərimizi yad etmək üçün bir daha mən bura gəlmişəm ki, onları bir də yad edim. Yəni, ən azından heç nəyə gücümüz çatmasa da, onları tez-tez yad etmək, xatırlamaq bizim borcumuzdur. Allah bütün şəhidlərimizin hamısına rəhmət eləsin və Allah şəhid valideynlərini səbir versin. Bütün Azərbaycan xalqının başı sağ olsun, vətən sağ olsun deyək. Və gənclərimizə bir daha səslənirəm ki, şəhidlərimiz bizim qürurumuzdur. Onlar bizim tariximizdir. Gəlin onları unutmayalım. Allah bütün dünyadan köçən şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə səbir versin və Azərbaycan xalqına səbir versin deyirəm. Və bir daha bildirmək istəyirəm ki, şəhidlərimizi unutmaq, özümüzü unutmaq demək sayılır. Gəlin onları unutmayalım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hörmətlə Azərbaycan Respublikası Könüllü Nəzarət, İctimai Birlik, Mərkəzi Aran Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramı var olasın.